2 aprel 1993-cü il. Kəlbəcər Azərbaycan tarixinin ən ağır günlərindən birini yaşayırdı. Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun dəstəyi ilə Kəlbəcəri işğal edir. Kəlbəcər sakinləri o dövrki hakim dairələrin səriştəsizliyi səbəbindən çətin hava şəraitində çovğun və şaxta altında Murovdağı aşaraq ölüm-dirim mübarizəsi ilə doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Bu, Azərbaycan tarixinin ən faciəli köçlərindən idi. Bundan düz 32 il əvvəl Kəlbəcərlər doğma yurt yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Uzun müddət davam edən müharibənin fonunda yaranmış hərbi və siyasi hərc-mərclik onlara köç etməkdən başqa çıxış yolu qoymamışdı. Kəlbəcərin işğalı nəticəsində 53 min nəfər rayon sakini məcburi köçkün statusuna düşdü. Köç zamanı 500-dən artıq adam həyatını itirdi. 320 nəfər isə itkin düşdü. O dövrdən sonra sakinləri torpaq əsrəti ilə yaşadı. Kəlbəcər isə hər keçən gün düşmən tapdağı altında yağmalanaraq azad olacağı günü gözlədi. Nəhayət, 2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir dönüş nöqtəsi yazdı. Müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində düşməni məğlub etdi. 10 noyabr 2020-ci il tarixində imzalanan üç tərəfli bəyanata əsasən Kəlbəcər bir güllə belə atılmadan döyüşsüz azad edildi. İşğalın 27-ci ilində azadlığına qovuşan Kəlbəcərdə bu gün geniş miqyaslı quruculuq, abadlıq işləri aparılır. Rayon mərkəzində çoxmərtəbəli binaların tikintisi artıq yekunlaşmaq üzrədir. Paralel olaraq Kəlbəcər şəhərinin digər infrastruktur layihələri də həyata keçirilir. Görülən işlərin tezliklə yekunlaşması və Kəlbəcərlərin doğma yurda ilk köçünün baş tutması gözlənilir. Tikinti işlərinin 50% tamamlanan Kəlbəcər şəhər təhsil kompleksinin ərazisi 528 şagirdlik məktəb, 80 yerlik uşaq bağçası, 70 peşə təhsil üzrə emalatxana və 70 yerlik yataqxanadan ibarətdir. Kəlbəcər şəhərinin 2-ci yaşayış məhəlləsində isə 160 mənzildən ibarət yaşayış binaları yer alacaq. Burada birinci mərhələdə 6 dənə 4 mərtəbəli yaşayış binası və 12 ədəd tanhauzlar, 2 mərtəbəli tanhauzlar nəzərdə tutmuşdur. Birinci mərhələ 3,25 hektar ərazini əhatə eləyir. 201 ailənin köçməsi nəzərdə tutulmuşdur. İkinci mərhələdə isə artıq 4 mərtəbəli binalar və onların da yanında tanhauzlar binaları tikilməkdədir. Birinci mərhələdə tikilən binalarda hər binada 27 ailə nəzərdə tutulmuşdur və binalarımızda 3 otaqlı, 4 otaqlı və 2 otaqlı mənzillər vardır. Mənzillərdə işlənilən materiallar yüksək keyfiyyətli materiallarla təmin olunub və hər mənzil kombi təchizatından tamamlanmışdır. Bir müddətdir istisu zavodunun istifadəyə verildiyi eyni adlı qəsəbədə istisu müalicə istirahət kompleksinin tikintisi aparılır. Yaxın zamanlarda Zar, Zallar və Yanşaq kəndlərində tikinti işlərinə start verilməsi gözlənilir. Rayonda infrastruktur işləri də sürətlə gedir. Bugünədək 9 su elektrik stansiyası istifadəyə verilib. Daha 5 stansiyanın tikinti işləri aparılır, yol infrastrukturu qurulur. Rasim Əziz, Fərrux Qafarov, Kənan Qafar, Xəzər xəbər.